Ürəyi çəkilməsin. Gəldi İspaniya liqasına. Birinci turun oyunlarını düz 12 günə yayıblar. Hələ arada ikinci turun oyunları da girir. Açılışı Alaveslə Xetafe edir. Xetafenin canciyəri Jose Bordalas Jimenez'in əlində yaxşı heyət var. Ötən mövsüm icarədə olan 3 futbolçunun pulunu verib saxladıblar. Lyondan 6 milyon yarıma mərkəz hücumçusu Martin Satriano, müdafiəyə Zayd Romero ilə Real Madridin 22 yaşlı oyuncusu Mario Martin gəldi. Qonşularımızı da heyətlərinə qatıblar. Gürcü Saba Sazanovla Türk Enes Ünal sərəncamlarındadır. Alaves transferi çox güc verməyib. 6 icarədən qayıdan oyuncusunun yanına 4 dənə də gənc alıblar. Nə qədər bərabərlik qoxsa da Xetafenin şansını biraz daha çox görürəm. Avroliqanın fatihi Sevilla'da bu gün ilk oyununa çıxır. Keçən mövsüm bir xalla konferans vəsiqəsini Xetafeyə uduzan Rayo Vallecano 4 ildir rəqibini məğlub edə bilmir. Sevilla'da da bir xal rol oynadı, amma biabırçılıqdan qurtulmağa. Özdə ardıcıl 2 mövsüm. Liqadan düşürdülər, amma Luis Garcia birtəhər komandanı topladı. Transferlərdən də hələlik xeyirlə çıxıblar. Akor Adams'ı 15 milyona satıb yerinə Robby Ureni gətirdilər. Bax belə, gündəmimizdə 8 oyun var. Birini də deyim bonus olaraq 9 olsun. Azərbaycanlı iş adamlarının sahibi olduğu Iğdır, Toral Bayramoğlu Bursasporun qonağı olacaq. İkisinə də uğurlar. Amma Amedin qorxulu kabusu timsahları gələn mövsüm mütləq Superliqada görmək istəyərəm.